Həyatın həyatı, göydə uçan qurbağa. Ata, heç balaca qolları və ayaqları olan bir böcək balası kürüdə gördünmü? O, tezliklə qurbağaya çevriləcək. Vay, kaş mən də onu görəydim. Buna metamorfoz deyilir. Hə, metamorfoz. Amma bilirsən, ata qurbağaları ilanlar və quşlar yeyir. Bu çox kədərlidir. Doğrudur, amma qurbağalar da çəyirtkə və qurd yeyirlər ki, yaşasınlar. Bu, həyatın həyatı tərəfindən qoyulan qaydaların bir hissəsidir. Həyatın həyatı. O nədir, ata? Mənə de. Heyəməməm. Bəlkə biraz böyüyəndə sənə deyərəm, şin. Yox, indi bilmək istəyirəm. Xahiş edirəm, ata, danış. Doğrudan bilmək istəyirsən? Bəli, çox istəyirəm. Yaxşı, onda diqqətlə qulaq as. Və ata danışmağa başladı. Bu, onun babasının ona çox illər əvvəl danışdığı hekayə idi. Göydə uçan qurbağa adlı hekayə. Budur, biz Satoyamadakı kənddəyik. Burada bir çox heyvanlar yaşayır. Dolunay gecəsində düyü əkildikdən sonra qurbağalar böyük xor halında oxumağa başladılar. Qaqıl, qaqıl. Gəl, ay işığında gəzməyə gedək. Qaqıl. Geko, geko. Mən sənin gülüşünü sevirəm. Geko. Kero, kero. Mənimlə evlən, keroyan. Kero. Bu, qurbağaların böyük məhəbbət mahnısı yarışması idi. Görəsən nə qədər davam edəcəkdi. Yay keçdi, payız düyü tarlalarına gəldi. Balaca kürüdədən Pionta güclü bir qurbağa oldu. Hər gün yeməklə məşğul idi. Bugün o, bir çəyirtkə, bir cırcırama və hətta bir hörümçək tutdu. Amma bir gün, qarşısında böyük bir ilan dayanmışdı. Piontanın bədəni qorxudan dondu. Bu, çox təhlükəli bir an idi. Ay yox, bu sonumdur. İlan məni yeyəcək. O, gözlərini bərk bağladı və ilanın hücumunu gözlədi. Amma qəfildən. Flap, flap, flap. Güclü bir külək əsdi və Pionta otların arasına atıldı. Yavaş-yavaş başını qaldırıb göyə baxdı. Və orada idi. Nəhəng bir quş ilanı pəncəsində tutub uçurdu. Ay! Pionta qorxudan qışqırdı. Bir müddət ayağa qalxa bilmədi. Payız soyudu. Və çox keçmədi ki, qış küləkləri əsdi. Ey, Pionta! Qışa hazırlaşma vaxtıdır. Hazırlaşmaq? Nə deməkdir, ata? Bahar gələnə qədər torpağın altında yatacağıq. Buna qış yuxusu deyilir. Pionta üçün bu ilk qış yuxusu idi. Ata, mənim bir sualım var. Nədir, Pionta? De görüm. Pionta atasına demişdi ki, bir dəfə az qala ölmüşdü. Sonra soruşdu. Mən doğrudanmı bir gün ilan tərəfindən yeyiləcəyəm? Mən niyə doğuldum? Xahiş edirəm, ata, mənə de. Heyəməməm. Bu çox böyük bir sualdır. Bəlkə indi sənin üçün biraz çətindir. Amma mən bilmək istəyirəm. Xahiş edirəm, indi de, ata. Yaxşı, onda diqqətlə qulaq as. Ata nə deyəcək? Bu, gələn dəfəki sirridir, səbirsizliklə gözləyin. Yaxşı, hamınız sizə insan kimi həyat verilib. İnsanlar qurbağalar kimi yeyilmir. Bəs, niyə doğulmuşuq? Zəhmət olmasa fikirlərinizi şərhlərdə bölüşün.